2026-cı ilin sonunadək Böyük Qayıdış proqramının birinci mərhələsinin tamamlanacağı, bu mərhələdə 140 min keçmiş məcburi köçkünün Qarabağ və Şərqi Zəngəzura qayıdacağı planlaşdırılır. Bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında bərpa, tikinti və idarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Qeyd olunub ki, bugünədək Xocalı şəhərinə 341 nəfərdən ibarət 85 ailə, Xocalının Ballıca kəndinə isə 172 ailə, yəni 811 nəfər köç edib. Ümumilikdə Xocalıda 1152 nəfər məskunlaşıb. Təkcə Xocalıya deyil, Ağdərəyə də köç davam edir. Ağdərə rayonunun Həsənrız kəndinə 70 ailə, 238 nəfər, Suqovuşan kəndinə 180 ailə, 592 nəfər, Talış kəndinə isə 91 nəfərdən ibarət 20 ailə köçürülüb. Ümumilikdə hazırda Ağdərənin kəndlərində 921 nəfər məskunlaşıb. Bu proses mərhələli şəkildə davam edir. Geri qayıdan əhalinin dayanıqlı məşğulluğunun və sosial müdafiəsinin təmin edilməsi isə əsas istiqamətlərdən biri olaraq qalır. Böyük Qayıdış proqramının ikinci mərhələsi isə 3 fazadan ibarət olmaqla 2026-2040-cı illəri əhatə edəcək və proses 2040-cı ilə qədər yekunlaşacaq deyə məlumatda bildirilir.